2018-ci ildə dövlət meşələri olan əksər rayonlarda meşə idarələri ləğv edildi və 2, 3, 4 və bəzən də 5 rayonun meşə idarələri birləşərək 15 regional meşə təsərrüfatı mərkəzləri yaradıldı. Bu mərkəzlərdə kadastr ştatlarda yaradıldı ki, onların sayəsində bir çox işlər görüldü və o cümlədən vaxtilə meşə quldurlarının satdıqları dövlət meşə fondu torpaqlarının əksər hissəsi üzə çıxarılaraq zəbtlərdən azad edildi. Üzə çıxan bu zəbtlər bəzi meşələrin inkişafı xidmətində oturan işbazlara sərf etmədiyi üçün indi də kadastr ştatını mərkəzlərdən güya büdcəyə qənaət edirlər adı ilə ləğv təklifini irəli sürürlər. Çünki əkilən torpaqların hektarlarını kağız üzərində artırırlar, amma realda o yoxdur. Belə saxta işlərə görə onlar istəməzlər ki, əkinlərin kadastr koordinatları ilə düzgün vurulsun və yeni zəbtlər yerində dərhal araşdırılıb barəsində tədbir görülsün. Regional meşə təsərrüfatları mərkəzlərində olan sayı hesabı bilinməyən, sonradan işbazlar tərəfindən yaradılan A adı verilmiş meşə dolaylarının niyə ləğv edib büdcəyə qənaət etmirlər? Halbuki bu işbazlar tərəfindən sonradan yaradılan sözgedən dolaylar meşənin təşkili kitabında yoxdur. Ramiq Əşrəfov 2024-cü ilin 1-ci rübündə meşələrin inkişafı xidmətinə təyin olunduqdan sonra meşələrin qara günü, meşələrdə isə kütləvi qırılma halları başladı, deyə Newsaz saytında iddialı bir məlumat paylaşılıb. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Hamısı Ramiq Əşrəfovun kadralarıdır. Çünki bu adamları, bütün maddeyle çıxmış adamların hamısını Ramiq Əşrəfov götürmüşəm. Çünki meşələri o qırdırır. O meşələrin qırılma səbəbkarı odur. Bütün regionda bu işlə məşğul olan, görürsən, belə bir adamların hamısını, madde ilə çıxmış adamlar hamısı meşələrdə, meşələri qırmaqla qaytarıblar işə. Bu fəlakət deməkdir.